Herkese salam. Təqvim məsələsi istədiniz, ona da videoda çəkirəm. Təqvim məsələsində iki şey diqqət edirsiniz. Eyni ildə baş verirsə, qabağa gedirsə, üstünə gəlirsiniz, arxaya gedirsə, bir üstündən çıxırsınız. İndi burada baxın, indi sualda daha yaxşı başa düşürsünüz. Dekabrdan maya doğru, nə edirik? Arxaya doğru gedirik. Birinci günləri yazaq, yəni aylarımızı. Dekabr. Dekabrdan əvvəl nə var? Noyabr. Sonra oktyabr. Sonra sentyabr. Altdan yazıram avqust. İyul, iyun və may. Biz burada nə bilməliyik? Hansı ayımızın 30-dan və yaxud 31-dən olmağı. İndi 8 dekabrdan başladığına görə elə 8-dən başlayıram. Noyabr bilirik ki 30-dandır. Oktyabr 31-dən, sentyabr 30-dan, avqust 31-dən, iyul 31-dən, iyun 30-dan, mayın artıq 11-dən söhbət gedirsə, artıq 11 günü gedib. Mayda 31-dən olduğuna görə 31-dən 11-ə çıxırıq. Yerdə neçə gün qalır? 20 gün qalır. Biz bu günləri yazandan sonra nə edirik? Verilən bütün tarixləri toplayırıq. Yəni 8, 30, 31 üstünə də işarə qoyum. Bunları hər birini toplayırıq. Toplayana nə qədər eləyir? 211 eləyir. Həftənin günündən söhbət gedir də. Həftənin günü olduğuna görə, həftəmizin də 7 gün olduğuna görə 211-i bölürük 7-yə. 211-i 7-yə böləndə 30 düşür, qalıq isə 1 qalır. Biz həmişə qalıqla işləyirik. Qalıq 1 o deməkdir ki, geriyə qayıtdığımıza görə cümə axşamından 1 çıxırıq. Cümə axşamı bilirik ki 4-cü gündə, 4-cü gündən 1 çıxanda 3-cü günə düşür. 3-cü günü isə günü olur çərşənbə. Cavab olur C variantı. Deməli, nə edirik? Həmişə qalıqla işləyirik. Qalıq 3 düşsəydi 3 gün dalı gedəcəyik. 5 düşsəydi 5 gün dalı gedəcəyik. Bu qaydanın. Bir şeydə diqqət edin ki, əgər qalıq qalmasa, məsələn, cümə axşamıdsa qalıq qalmasa ilə cümə axşamı olaraq götürürük.